bir grup insanlar, bilmirəm, harada oturublar, kimə xidmət edirlər və nəyə xidmət edirlər, mən bilmirəm. Cəmiyyətdən belə deyək də bixəbər insanlar, öz şərii vəzifələrini bilməyən insanlar, kimliyindən asılı olmayaraq bu sözü, bu müraciəti onlara eləyirəm. Bu günləri Azərbaycanda hörmətli və dinə, şəriətə xidmət edən ruhaniləri ləkələməklə məşğuldur. Ancaq işləri gecə-gündüz onlar haqqında nədir? Müxtəlif videolar hazırlasınlar, müxtəlif sözlər desinlər. Filan kəs saray mollasıdır. Onun sözünə qulaq asmayın. Filan kəsin dalında namaz qılmaq olmaz. Bu günləri, əzizlər, həqiqətən də bu böyük fitnəyə səbəb olan məsələlərdəndir. Mən bugün cəmiyyəti bu cür çağırışlara qarşı ayıq olmağa dəvət edirəm. Bu şeytanın yerinə yetirmək istədiyi missiyadır. Bəzi insanlar ki, özlərini din əhli, iman əhli adlandırıb bu fitnəni cəmiyyətdə nədir? Yaymaq istəyirlər. Şeytanın planıdır. Filan kəs saray mollasıdır. Saray mollasıdır. Sən kimsən? Sən nəçisən? Nə üçün mənşəyi bəlli olmayan səhifələrdə müəyyən gizli adların altında nədir? İnsanları yolundan azdırmağa çalışırsan. Əziz qardaşlar, bu cür insanlara qarşı diqqətli olmaq lazımdır. Bugün son günlərdə mən görürəm, məsələn, o kampaniyalardır, bizim dəyərli din xadimlərimiz. Din üçün illərdir öz həyatını dinə həsr edən insanlar haqqında bu cür fitnələri yayırlar ki, bunların dalında namaz qılmaq olmaz, bunlar saray mollalarıdır falan. Bunlar hamı fitnələrdir, bunlara qarşı ayıq sayıq olmaq lazımdır.